Axşamınız xeyir olsun bir daha əziz müəllimlər. Mən məktəbə qədər təlimçi Zeynalova Nazilə. Bu gün sizə məktəbə qədər nəzəriyyələr mövzusu ilə bağlı sual-cavab edəcəm. Qeydlərinizi götürün, əsas hissələri dəftərinizdə qeyd edin ki, sonra testlərdə qarşınıza çıxanda çətinlik çəkməyəsiniz. Kimlər sual-cavabda iştirak etmək istəyirsə, burada əlini qaldıra bilər. Deməli başlayaq Aytən Məmmədova, Aytən müəllimlə. Səsiniz açıq zəhmət olmasa, Axşamınız xeyir müəllimə. hər vaxtınız xeyir olsun. Deməli, fərqli yaşdan olan Axşamınız xeyir. uşaqların eyni qrupda təhsil alması hansı yanaşmaya aiddir? Fərqli yaş Montessori deyildi müəllimə. Bəli, Montessori yanaşmasına aid edilir. Hı hı. Valdorf yanaşmasının əsas xüsusiyyətləri və digər nəzəriyyə və yanaşmalardan fərqləndirən cəhətləri nələrdir? Valdorf yanaşmasının əsas xüsusiyyəti o idi ki, yəni Valdorf yanaşmasında ən çox humanizm, yəni hökm sürürdü. Hı Burada hı. mədəni müxtəlifliyə hörmət var idi, səriştə. Aha, Səslər qarışır müəllimə. Aha. bağlayıcı indi. Aha, sonra başqa nə deyə bilərsiniz? Aytən müəllimə, Aytən müəllimə. Nuranə müəllimə səsini açsın zəhmət olmasa. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Axırıncı suala siz cavab verin. Valdorf yanaşmasının əsas xüsusiyyətləri nələrdir? Məsələn, bir müəllim olaraq nə üçün istifadə edərsiniz o yanaşmadan? Valdorf nəzəriyyəsini, Yanaşmasını ə, yanaşmasını və ali psixoloji nəzəriyyədir. Ə, Uşaqları birdən-birə sual verir. Müəllimə çox üzr sayın, internet getdi. Hə, Çox üzr istəyirəm. Aha, Nuranə Aha, müəllimlə bitirim qayıdacağım sizə Aytən müəllimə. aha, olar, tamam. Məsələn, müəllimə, Belə deyə bilərsiniz ki, ətraf təbii komponentlərdən ibarət olmalıdır. Uşaqlar oyuncaqlarını belə özləri düzəltməlidir. Müasir texnologiyadan uzaq tutulmaq. Baxın, ən əsas xüsusiyyətlərindən biri texnologiyanın yaratdığı fəsadlardan uşaqları uzaq tutmaq üçün müasir texnologiyalardan, innovativ oyuncaqlardan uzaq tutulurdu uşaqlar və daha çox burada təbii komponentlərdən, məsələn, tullantı materiallarından, təbiət materiallarından hazırlanan resurslara üstünlük verilirdi. Özünüzün də dediyiniz kimi humanist ideyalar burada özünü göstərirdi. Ətraf mühitin rolu nədən ibarətdir Valdorf yanaşmasında? müəllimə hansı müəllimədən soruşursunuz? Nuranə müəllimə sizdən. Ə, Müəllimə cavab verə bilməyəcəm, üzrlü sayın. Aha, yaxşı. Aytə müəllimə səsiniz açıq davam edək sizlə. Bəli, müəllimə, buyurun. Valdorf yanaşmasında ətraf mühitin rolu nədən ibarətdir? Ətraf mühitin rolu burada belə deyim də, materiallar təbii olmalıdır. Belə həm təbii taxtadan olmalıdır. Yəni ki, vəsaitlər taxta materiallar, ən çox təbii materiallara üstünlük verilməlidir vardır. Yəni yanaşmasında. Bəli, təbii materiallara üstünlük verilir. Hı hı. Bayaq sözüm yarımçıq qaldı müəllimə. Yəni burada uşaqların texnologiyadan, yəni informasiya texnologiyasına ümumiyyətlə də rəqəmsallıq burada gözlənilmirdi. Ona görə ki, ən çox deyirdi uşaqlar təbii yolla inkişaf etsinlər. Onlar ən çox incəsənətə yönəldilsinlər, incəsənət yönümlü olsunlar. Yəni uşaqlar təbii yollarla inkişaf etsinlər. Ona görə də onları ən çox incəsənətə yönəltmələrini, yəni bu yanaşma daha çox təsdiqləyirdi. Bəli, doğru, əla. Montessori modelini hansı nəzəriyyəyə bənzədirik?
Piaget nəzəriyyəsinə. Yəni Bəli. Montessori özü Piagetdən bəhrələnib. Nəyə görə izah edə bilərsinizmi? Hansı xüsusiyyətləri bənzəyir? İdraki konstruktivizm, yəni burada yəni Piagetdə də idrakdir, Montessori'də idraki, Bəli, yəni koqnitiv konstruktiv öyrənmə nəzəriyyəsi. bəli. Sonra idrak mən ən çox deyərdim ki, idraka görə. Sonra burada əsas zehni inkişaf mərhələləri prosesi belə deyim də, proses elə zehni inkişaf mərhələləri kimi gedir. Eyni Montessori'də də, Piagetdəki kimi. Bəli. Sonra başqa necə deyə bilərəm? Deməli, ən əsas Montessori ilə Piagetin oxşar xüsusiyyəti odur ki, hər iki Hı -hı. nəzəriyyə, daha doğrusu Montessori yanaşması və Piaget nəzəriyyəsi koqnitiv konstruktiv öyrənmə nəzəriyyəsini Konseptin işləyir. öyrənmə nəzəriyyəsi. Bəli. Bir də oxşar cəhət bu idi ki, bilirsiniz ki, Piagetdə də zehni inkişaf müəyyən mərhələlərdə Hı -hı. başlayır, yaş Bəli. kateqoriyalarına bölünür. Montessori Montessori də demək. bəli, hansı kateqoriya idi o? Nəyə aid idi? Şuurlu, şuursuz mənimsəmə dövrü var idi Əla. burada da. Yaşa görə deyə Yəni bilərsiniz. Montessori'də 0-3 yaş şuursuz mənimsəmə dövrü idi. Aha. 3-6 yaş şuurlu mənimsəmə dövrü idi. Əla, əla, doğru, çox gözəl. Sonra deməli, scaffolding hansı nəzəriyyəyə aiddir və scaffoldingin strategiyaları nələrdir? Məsələn, öz məşğələnizdə necə Hı -hı. scaffoldingdən istifadə edə bilərsiniz? Belə deyim, scaffolding Vygotsky nəzəriyyəsinə aiddir. Yəni ki, scaffolding özü körpü rolunu oynamaq, yəni köməkçi deməkdir, belə yol göstərən deməkdir əslində mənası. Məsəl üçün əgər yol göstərən, yəni ola bilər ki, tək müəllim deyil, özündən yaşca böyük olan uşağın bacı qardaşları da ona yol göstərə bilər. Yəni özündən yaşca böyük və savadlı olan bir şəxs də yol göstərə bilər. Məsəl üçün bu yol göstərməkdə də yəni zona 1 var, zona 2 var, zona 3 var. Yəni zona 1-də uşaq sərbəst olur. Yəni ki, ona heç bir dəstək lazım deyil. Zona 2-də scaffolding mütləqdir ki, uşağı yaxın inkişaf zonasına çatdıraq. Artıq aktual zonada uşaq özü müstəqil şəkildə artıq bacara bilir. Yəni özü edir də bu işi. Scaffoldingdə yəni yol göstərir. Məsəl üçün mən məşğələ keçirəmsə, hər hansı bir məşğələni yəni başladıramsa, burada yəni həmin məşğələdə mən uşaqlara belə edə bilərəm ki, tutaq ki, bədii təfəkkür məşğələsi uşaqlara keçirəm, yəni məşğələ olaraq və yaxud da ki, məntiqi riyazi təfəkkür məşğələsi uşaqlara həmin mövzunu mənimsətmək üçün, hər hansı bir tapşırığı mənimsətmək üçün mən həmin tapşırığa uyğun onlara yolu elə göstərməliyəm ki, yəni onlar artıq aktual inkişaf zonasına çatsınlar və özləri sərbəst o tapşırığın öhdəsindən gələ bilsinlər. Yəni onları yaxın inkişaf zonasına çatdırmalıyam ki, aktualda artıq özləri bacara bilsinlər. Bilmirəm fikrimi nə dərəcədə çatdıra bildim müəllimə. Əla, əla, çox gözəl izah etdiniz. Bəs Vygotsky nəzəriyyəsinə, daha doğrusu hansı yanaşmanı Vygotsky nəzəriyyəsinə bənzədirik? Xüsusiyyətləri baxırıq ki, oxşar. Vygotsky ilə ən çox oxşardır Emiliya. Yəni hər ikisi sosial, yəni sosiallığı təbliğ edən nəzəriyyədir. Yəni ki, onlar deyir ki, uşağın inkişafında ətraf mühitin rolu böyükdür. Yəni uşaq ətraf mühitlə ünsiyyət qurmaqla, sosiallaşmaqla artıq onlar bilikləri əldə edirlər və inkişaf edirlər də. Yəni öyrənmə onlarda inkişafdan əvvəl gəlir. Yəni bu öyrənmədə də əməkdaşlığı olur. Yəni sosiallığı, kimdənsə əlaqəni mütləq sayırdılar nəzəriyyə. Bəli, əla. Sonra animizm nəyə deyilir? Hansı mərhələdə özünü göstərir? Animizm odur ki, uşaq canlı ilə cansızı artıq qarışdırır. Necə qarışdırır? Məsəl üçün uşaq ayıcığı götürür və onun və yaxud da gəlinciyi götürür, onu elə bilir ki, uşaq bu həqiqətən də bir uşaqdır, acıbdır, onu yedizdirmək lazımdır. Yəni yemək vermək lazımdır ona. Animizm budur. Doğru. Hansı mərhələyə aid idi dediniz? Eşitmədim o hissəni. Əməliyyat öncəsi mərhələ. Əməliyyat öncəsi mərhələnin bir digər adı nədir? İlkin əməli mərhələ. Hansı yaşa aid edir? Deməli 2-7 yaşdır. Əla. Təşəkkür edirəm cavablarınız üçün. Çox sağ olun müəllim. Mən də təşəkkür edirəm.
Mətanət müəllimə səsatın zəhmət olmasa Mətanət Mikailova. Axşamınız xeyir müəllimə. Necəsiniz? Hər vaxtınız xeyir, yaxşı sağ olun, siz necəsiz? Şükür Allah yaxşıyıq. Yaxşı olasınız. Buyurun müəllimə. Hətta zibil də öyrədə bilər. Belə bir cümlə var. Bu hansı yanaşmada qarşımıza çıxıb? Montessori yanaşmasında Xeyir. hansı yanaşmaydı? Hətta zibil də öyrədə bilər. Waldorf. Xeyir. Reci Emiliya. Aha. Emiliya yanaşması. Necə başa düşürsünüz bu cümləni? Öz sözlərinizlə izah edə bilərsinizmi? Biz Emiliya yanaşmasını ümumiyyətlə ətraf aləm, yəni məşğələsində, eyni zamanda uşaq ətraf aləmdə görərək öz hisslərindən, öz ehtiyaclarını, yəni öyrənir də, yəni bu mühitdə əsasən sonra əməkdaşlıq olur. Sonra Reggio Emilia yanaşmasında layihə əsaslıdır. Hər hansı bir layihə üzərində uşaqlar özləri araşdırırlar, axtarırlar. Yəni bunlar nəzərdə tutulur. Müəllim də yalnız o uşaqların öz qərar vermələrində yekun nəticəyə gəlməsində cavabdeh olan bir bələdçi olur. Bəli, fasilitator rolunda çıxış edir. Bəli. Uşaqlarda qərar qəbul etmə səriştəsi formalaşmış olur. Əsasən burada cütlərlə iş forması üstünlük təşkil edir bu yanaşmada. Bəli, doğru. Bir də mühit üçüncü müəllimdə uşaqlar üçün mühit olur da hesab edilir. Bəli. Deməli, bir daha izah edim. Hətta zibil də öyrədə bilər. Belə bir ifadə ilə biz Reci Emiliya yanaşmasında rastlaşırıq. Hətta zibil də öyrədə bilər deyildikdə nə nəzərdə tutulur? Burada o deməkdir ki, uşaq ətrafdakı hər bir obyektdən, yəni bizim gözümüzdə dəyərsiz görünən bir oyuncaqdan, əşyalardan belə öyrədici vasitə kimi istifadə edə bilər. Yəni, bu o deməkdir ki, tədris mühiti, bizim olduğumuz mühit, qrup otağı öyrədicidir. Zibil qutusundakı kağız, plastik, adi bir parça, adi bir təbiət materialı uşağın yaradıcı fəaliyyəti üçün əsas material ola bilər. Bu o deməkdir. Yadınızda Mən saxlayın. elə düşündüm, bəli, mən elə düşündüm ki, Montessori yanaşmasında axı o əqli geriliyi olan uşaqları ilk dəfə müşahidə edəndə məhz çörək qırıntılarından yəni oynadığını görmüşdü. Belə düşündüm ki, nələrsə olsa, yəni o tip uşaqlar dəyərləndirir də hər bir şeyi. Yəni ilk dəfə yəni bu sözlə rastlaşdım. Sağ olun, müəllimə, ən azından bilmiş oldum. Buyurun. Mənası odur ki, bir daha qeyd edirəm. Bizim Bəli, üçün bəli, aydın dəyərsiz oldu. görünən bir oyuncaq, məsələn, zibil belə uşağın öyrənmə vasitəsinə çevrilə bilər. Burada zibil sözü simvolik məna daşıyır. Bəli, bəli. Yəni, çünki bilirsiniz ki, Reci Emiliya yanaşmasında uşağın təxəyyülünə, marağına, yaradıcılığına xüsusi diqqət Daha yetirilir üstün. və hər bir şeydə Bəli, uşağın öyrənmə vasitəsinə çevrilə bilər. bəli, bəli. Piaget Bəlkə də nəzər... müəllimə, Bəli, buyurun. çox üzr istəyirəm. Bəlkə də müəllimə Malaguzzi orada deyibdi, hətta zibil də öyrədə bilər. Ola bilsin onun müəllimələr yanlış anlayıblar ki, Montessori'dir. Malaguzzi deymişdi onu. Yəni Emiliyan Bəli, nəzəriyyəsinin Loris Malaguzzi. Olar. Aydın oldu indi bu sualın cavabı. Çox sağ olun müəllimə. Buyurun. Piaget nəzəriyyəsinin əsasını nə təşkil edir? Piaget zehni nəzəriyyədə koqnitiv xarakter daşıyır, yəni idraki olur. Uşağa müstəqillik verilir ki, uşaq özü kəşf edərək öyrənmiş olsun. Aha, doğru. Vygotsky-nin oxşar fərqli cəhətləri nələrdir? Onların ortaq cəhətləri oyundur. Yəni onlar oyun Nəyə görə? belə deyək. Çünki biz bilirik ki, məktəbəqədər yaş dövrü, yəni 1-6 yaş dövrü uşaqlar əsasən bütün yəni oyun fəaliyyəti nəticəsində həyatı dərk edirlər. Yəni onlar bir şəxsiyyət kimi formalaşırlar bu dövrdə. Yəni onların ehtiyacı bu dönəminə olan ehtiyacları oyun vasitəsilə yəni belə deyək də tamamlanmış olur. Bəli. Hansında nitqin rolu maksimaldır? Nitqin rolu Vygotsky-də maksimaldır. Aha, nəyə görə izah edə bilərsinizmi? Çünki o əsasən sosial mühitdə sosiallığı üstün tuturdu. Yəni o uşaqların nə qədər ünsiyyətdə olarsa daha da
yəni inkişaf etmiş olar. Sosiallıq daha sonra zehni inkişafı deyirdi. Piaget isə bunun əksini deyirdi. Birinci deyirdi zehni inkişaf, daha sonra sosial, yəni öyrənmə baş verir uşağın həyatında. Belə əsaslandırırdılar. Bəli. Skaffoldinqin metodları necə olur? Yəni necə edirik skaffoldinqi? Skaffolding həm bir şəxs də ola bilər və yaxud da digər vasitələr ola bilər. Uşaqlara elə bir ki, bir körpü rolunu oynayır skaffolding. Yəni bir fasilitatorluq eləyir. Mhm. Deyək ki, məsələn, müəllimdən başqa biz deyək, müəllimlər özləri iş üsulları, iş formaları seçir. Məsələn, bu da skaffoldingdir. Uşağa bir yol göstərir, dəstək olur, istiqamət verir. Yəni bunun vasitəsilə skaffolding etmiş olurlar. Doğru. Tərbiyəçi uşaqlarla qrup şəklində layihə üzərində işləyir. Valideynlər də bu prosesi cəlb edir. Hı Hansı -hı. yanaşmaya uyğundur? Emiliya. Bəli, doğru. Bu Emiliyadır. Çünki Emiliyada bu önəmli məqamlardan biridir. Əməkdaşlıq, valideynlərin cəlb olunması müəssisəyə. Yəni layihələrdə uşaqlarla birlikdə iştirak etməsi, yəni iştirak edə bilərlər də valideynlər. Doğru, iştirak edə bilərlər. Sonra Montessori-nin rejimi ilə yanaşmasının oxşar cəhətləri, fərqli cəhətləri nələrdir? Montessori ilə oxşar cəhətləri belə deyək də, Montessori yanaşmasında əsasən koqnitiv konstruktivizm olur da, didaktik materiallar olur. Əsasən uşaqlar iki mərhələ ilə yəni öyrənir. Birinci 0-3 yaşda şüursuz mənimsəmə dövrü olur. İkinci 3-6 yaş şüurlu mənimsəmə dövründə uşaqlar öyrənmiş olur. Montessori-də müxtəlif yaşlı uşaqlar qrupda, yəni iki qrupa bölünür. Yəni 1-3 yaşlı, bir də 3-6 yaşlı. Roger Emilia'da isə 4 ay, 3 yaş, bir də 3 yaş, 6 yaşı əhatə edir. Eyni yaş qrupunda yəni olurlar. Eyni qrupda, belə deyək. İki fərqli yaş qrupu, bəli. Rejimi İki ilə fərqli 4 yaş qrupu. 3 yaş, 3-6 yaş. Bəs uşağın liderlik bacarıqları daha ön planda olur hansı yanaşmada? Liderlik bacarıqları Roger Emilia'da olur. Yəni onların ortaq cəhətləri, məsələn, o hər ikisi də ailələrin, yəni əməkdaşlığını, yəni ailələrin cəlb Bəli. olunmasını Amma məncə liderlik onların ortaq bacarıqlarının cəhətlərindən biri. Aha, amma liderlik Liderlik bacarıqları Roger Emilia ait. Montessori. Liderlik Aha. Montessoridir. Uşağın mərkəzləşmiş olması isə oxşar cəhətləridir. Oxşar Valideynin cəhətlərdir. Bəli, uşaq yönümlü idi hər ikisi. Ümumiyyətlə yanaşmaların hər birinin ortaq cəhəti onların uşaq yönümlü olması idi. Doğru. Sonra Piaget'in zehni inkişaf nəzəriyyəsi hansı mərhələlərə bölünür? 4 mərhələyə bölünür. Birinci hissi hərəki mərhələ 0-2 yaşı əhatə edir. Sensomotor mərhələdə deyilir. Sonra ikinci mərhələ ilkin əməli, digər adı əməliyyat öncəsi mərhələ. Yaş isə 2-7 yaşı əhatə edir. Sonra üçüncü mərhələ konkret mərhələ. Orada 7-11 və nəhayət formal mərhələdə, mücərrəd öncəsi mərhələdə 11 yaş üstü də belə qeyd olunur. Bəli, 11 plus. Plus. Təşəkkür edirəm cavablarınız üçün. Çox sağ olun müəllimə. Buyurun. Şəfəq müəllimə siz əsasınız zəhmət olmasa. Axşamınız xeyir müəllimə, buyurun. Hər vaxtınız xeyir. Əməliyyat öncəsi mərhələnin xüsusiyyətləri nələrdir? Əməliyyat öncəsi 2-6 yaşı əhatə edir. Bura simvolik oyun, süjetli rollu oyun, 7. rəsm çəkmək, animizm, canlı, cansız, egosentrizm, sonra həddindən artıq ümumiləşdirmə, yəni barmaqla hesablama, əsas rəngləri tanıyır, Doğru. çoxlu sual verir, əşyalardan fərqli istifadə edir. Bəli, əşyalardan fərqli istifadə etmək. Sonra, bəs konservasiya nəyə deyilir? Konservasiya. Bəli. Konservasiya elə bil ki, o qəpikləri düzür müəllimə odur.
deyirik, məsəl üçün, qəpikləri ara-ara düzəndə elə bilir ki, çoxdur. Bəli, doğru. Məsələn, uşağa 2 stəkan göstərirəm. Stəkanın Aha. biri hündür, Hə, biri isə balacadır. Amma ikisinin içərisində amma də 7 ml. həcmi eynidir. Deyir ki, ən Hündür olanı elə bilir ki, elə ən böyük odur. bəli, doğru. Uşağın bacısı qapı döyülən zaman ağlayır. Gələn dəfə bacısı yenə ağlayanda deyir ki, qapı döyüldü deyə bacım ağladı. Bu hansı termini izah edir? Hansı terminə nümunədir? Sinkretizm ola bilər, Bəli, sinkretizm. 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 Aha, Yəni baş verən hadisələri dəxilsiz olsa belə bir-biri ilə əlaqələndirir. aha. Doğru. Sonra hansı nəzəriyyəçi ilk dəfə elmə uşaq bağçası terminini gətirib? Friedrich Frebel. Doğru. Sonra deməli, Valdorf yanaşmasında ətraf mühitin uşağın inkişafında rolu nədən ibarətdir? Mühitə. Elə bil ki, Valdorf yanaşmasında bədii təfəkkür inkişaf edir də. Tərbiyəçi də burada mənəvi bələdçi rolunda olur. Valdorfda əl əməyi var, taxta materiallar, söz azadlığı, ruhun tərbiyəsi, humanizm, mənəviyyat, dil, quraşdırma, təqlid, tətbiq edərək öyrənmə. Burada texnologiya yoxdur, yəni texnologiyaya ziddir. Bir də Valdorf deyir ki, 7 yaşa qədər oxuyub yazmaq yox da, yəni oxuyub yazmağa yox deyir. Bəli, o qeyd edir ki, zaten bunlar məktəb dövründə öyrədiləcək. Onun yerinə uşağa, məsəl üçün, öz geyimindəki çatışmazlığı görüb aradan qaldırmağı öyrətmək lazımdır. Ətraf mühitə necə həssas münasibət göstərməlidir, onu öyrətməliyik. Davranış qaydaları, humanist ideyalar, incəsənət, daha çox bu yönümdə uşaqların inkişaf Çox etdirilməsi rollu tərəfdarıyıq. oyunlar, süjetli rollu oyunlar, dramlaşdırma, bunlar hamısı Valdorfa aiddir. Bəli, doğru. Sonra deməli, Vygotsky nəzəriyyəsində deyirik ki, müəllim uşağa bələdçilik edir. Bu bələdçilik necə olur? Uşağa necə dəstək göstərir müəllim? Vygotsky. Bəli. Müəllim uşaq Vygotskydə sosial konstruktivizmdir də müəllimə. Elə bil ki, burada ən çox ünsiyyətdir, dil burada maksimaldır. Uşaqlar burada açıq sözlü olurlar, açıq düşüncəli olurlar, öz fikirlərini deyə bilirlər. Bəli. Fasilitator kimə deyilir? Fasilitator e, Fasilitator elə bil ki, qrupda diskussiya yaradır da, qrupu ələ alır, diskussiya yaradır, maraqlı məşğələnin maraqlı keçməsinə şərait yaradır da, tərbiyəçi müəllimdir. Aha, doğru. Fasilitasiya nəyə deyilirdi? Fasiltasiyada fasiltasiyada Müəllim fasiltasiyada elə bil ki, diskussiyanın yaranmasıdır da, stimullaşdırıcı məşğələnin keçirilməsi belə getmir. Aha, dərsin fəal keçməsinə, aktiv Bəli, keçməsinə kesin. şərait yaradır. Bəli. Fasilitasiya müəllim nə edir? Fasilitator proses, daha doğrusu fasilitasiya prosesini idarə edən şəxs fasilitator adlanır. Fasilitator Bəli. amma uşağı yerinə qərar vermir. Sadəcə uşağa belə deyək də mənəvi bələdçilik edir. Uşağa kömək Bəli. edir, dəstək göstərir və Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə də uyğun edirik bunu. Bəli. Fasilitasiya diskussiya, müzakirə, aktiv, interaktiv fəal təlimi təşkil etmək. Bəli. Aha, deməli, sonra digər sual. Fərqli yaşlı uşaqların eyni qrupda təhsil olması hansı yanaşmaya aiddir? Montessori ilə Emilia. Yox, Emiliyada 4 ay, 3 yaş, 3-6 yaşda. Montessoriyə aiddir. Montessori. Bəli, Montessoriyə aid edirik. Sizcə burada məqsəd nə idi ki, fərqli yaş uşaqlar eyni qrupda təhsil alırdı?
Elə bil ki, Emiliyada elə bil ki, burada böyük uşaqlar rol modeli olurlar. Kiçik yaşlı uşaqlara. Ona görə idi, səbəb o idi. Montessori'də də ım, Montessori'də də Məqsəd bundan ibarət idi ki, uşaqlar belə deyək də bir-biri ilə ünsiyyətdə olsun, bir-birindən öyrənsin. Səsləri bir-birindən nəzarət edin, öyrənsin. zəhmət olmasa. O bilirəm ki, o Emiliyada böyük uşaqlar, kiçik uşaqlar üçün rol model olmalı idi. Burada da bir-birlərinə əməkdaşlıq edirlər, ünsiyyət qururlar. Əslində Montessori'də liderlik var, amma əməkdaşlıq, sosiallıq da az da olsa var. Doğru. Təşəkkür edirəm cavablarınız üçün. Siz sağ olun müəllimə. Çox sağ olun. Buyurun. Nazirə müəllimə səs alsın, zəhmət olmasa. Bəli, müəllimə, buyurun. Freebin hədiyyələr haqqında məlumatınız var? Müəllimə, bunu çox da yaxşı bilmirəm, başqa nəzəriyyələrdən verərsiniz. Aha, yaxşı. Yadıma düşmüşkən iş formasında soruşacaqdım, onu Aha, desəm. bəli, soruşun müəllimə, bilirəm onu. Deməli, ən yaxın əməkdaşlıq hansı iş formasının xüsusiyyətidir? Müəllimə, ən yaxın əməkdaşlıq, empatiya hissi, bu cütlərlə iş formasındadır. Bəs cütlərdəki əməkdaşlıqla qruplardakı əməkdaşlığı necə fərqləndirərsiniz? Necə fərqləndirirəm? Çünki müəllimə, burada bir-birinə sözü, məsələn, bir-birinə dəstək, bir-birinə empatiya hissi, ən yaxın əməkdaşlıq və yaxud da ki, iki uşağın bir yerdən nə isə üzərində çalışması görsəm, bunu cütlərlə götürürəm. Amma qruplarla təkcə əməkdaşlıq olur, müstəqil fikir söyləmək olur, daha sonra yəni bu sözləri görsəm qruplarla iş formasını götürürəm. Məsələn, 3-4 nəfər bir problemi həll edir, bir qrupda birləşir. Bu qruplarla aiddir. Doğru. Qruplarla iş forması zamanı müəllim necə qaydalar qoymalıdır ki, qrup işi effektiv nəticə versin? Aha, müəllimə, yəni xaotik səs-küy, yox, daha doğrusu xaotik kollektivdədir, yəni nizamsız səs-küy. Burada işgüzar məsələn səs-küy yarana bilər, qeyri-işgüzar da səs-küy yarana bilər. Əvvəlcədən əlbəttə ki, müəllimə qayda, yəni prosedurları uşaqlara izah etməlidir ki, yəni məşğələsi də səmərəli olsun. Əgər məsələn prosedur qoymazsa və yaxud da nə isə uşaqlara qaydaları izah eləməzsə, yəni bu prosesdə uşaqlar bir-birlərinin sözünü kəsə bilərlər və yaxud da ki, bir-birlərinin fikrinə hörmətlə yanaşmazlar. Ona görə əvvəlcədən qayda prosedurlar olmalıdır. Əla. Qrup işinin bəs mənfi cəhətləri nələrdir? Aha, qrup işinin mənfi cəhətləri odur ki, müəllimə, məsələn, pasiv uşaqlar kənarda qala bilər və yaxud qiymətləndirmə zamanı aralarında necə deyim, qiymətləndirmə yəni yanlış olarsa, uşaqlar arasında məsələn münaqişə yarana bilər. Necə? Yəni müəllim tutaq az işləyən uşağı səhv qiymət, daha doğrusu fikrim başa sala bilmirəm müəllimə. Yəni bir uşaq çox, bir uşaq az işləyə bilər. Aha, bir uşaq az işləyə bilər, bir uşaq çox işləyə bilər. Bu da müəllim də buna qiymət verərkən, axırda qiymətləndirərkən bu narazılığa səbəb ola bilər. Doğru. Fərd-daxili intellektin xüsusiyyətləri nələrdir? Fərd-daxili intellekt, burada müəllimə fərd-daxili intellekt məsələn iş forması ilə əlaqələndirsə, fərdi iş forması ilə əlaqələndirərik. İntrovert şəxsiyyət tipi olur burada. Yəni uşaqlar burada fərd-daxildə müəllimə heç kimlə əlaqə qurmurlar, ancaq öz fikirlərini önəmli hiss edirlər, ancaq yəni empatiya hissi yoxdur, ancaq öz düşüncələridir, yəni ünsiyyət yoxdur, ancaq nə isə düşünəndə özləri haqqında düşünərlər. Yəni empatiya hissi burada yoxdur, amma şəxslər arasında isə bunların tam əksi olaraq empatiya hissi var, qarşılıqlı ünsiyyət var. Yəni asosial olurlar, amma məsələn fərd-daxildə asosial olurlar, şəxslər arasında isə sosial olurlar, ünsiyyət olur. Hansı iş formasında uşaq öz şəxsi və sosial mənafeyini dərk edir? Fərdi olar müəllim. Fərdidə öz potensial imkanlarını kəşf edirlər uşaqlar. Bu daha çox 5-6 yaş aidi ola bilər. Yəni yuxarı qrup öz potensial imkanını müəyyənləşdirə bilər də. Amma yəni burada uşaqlar tək işləyirlər, yoldaşlarından kömək almırlar. Yəni burada müəllim məsələn uşaqların zəif və müsbət cəhətlərini görə bilər, bunu aradan qaldıra bilər sonra. Yəni uşağın burada tək işləməsi, yəni fərd-daxili intellekt fərdi şahiddir.
Müstəqil işləyirlər. Bir var müəllimə müstəqil fikir söyləmə o qruplarladır, amma müstəqil işləmə isə fərdi iş formasındadır. Aha, bir məsələyə aydınlıq gətirim. Burada uşaq öz məsuliyyətini dərk etməsi, müstəqil öyrənməsi fərdi iş formasıdır. Çox gözəl izah etdiniz. Amma şəxsi və sosial məsuliyyəti baxın qruplarda götürülür. Nəyə görə izah edeyim? Məsələn, bu günləri mən uşaqlara belə deyək də vərəqdən, kağızdan gəmi hazırlamağı tapşırıram, qrup işi kimi verirəm. Bu zaman uşaqlardan biri biləcək ki, əgər mən kağızı məsələn əyri kəssəm, qayçıdan düzgün istifadə eləməsəm, məsələn, gəmini rəngləyən zaman belə deyək də, düzgün rənglərdən istifadə etməsəm, mənim etdiyim səhv tapşırıq nəticəsi digər qrup yoldaşlarıma da təsir edəcək. Ona görə öz şəxsi sosial məsuliyyətini dərk edir ki, qrupun yaxşı nəticəsi hər kəsdən asılıdır və hər kəs də öz şəxsi sosial məsuliyyətini dərk etməlidir. Baxın, sosial məsuliyyət deyirik. Fərdi iş formasında müstəqil öyrənmə, öz məsuliyyətini dərk etmə, özgüvəndir. Amma sosial məsuliyyətdən axı burada söhbət gedə bilməz. Fərdi iş forması uşaq tək məşğul olur axı. Belə sadə fərqlərə diqqət yetirin. Aha, bildim müəllimə, çox sağ ol. Buyurun. Yanaşmalardan verəcəksiniz müəllimə? Bəli, bəli. Sonra deməli, güzgüdən istifadə hansı yanaşmada? Aha, Emiliya müəllimə. Emiliya yanaşması Loris Malaguzzi tərəfindən 1944-cü ildə İtaliyanın Reggio Emilia şəhərində yaranmışdır. Və bu yanaşmada, yəni uşaqlar arasında əməkdaşlığın inkişafı, müstəqil öyrənmə, daha sonra ətraf mühitin üçüncü müəllim hesab olunmasıdır. Və bu pedaqoji yanaşmanın əsası sosial konstruktivizm nəzəriyyəsinə əsaslanır. Yəni Vygotsky ilə Reggio Emilia yanaşması bir-birinə oxşayır. Burada sensorlu masa üzərində qumlar, məsələn, daha sonra güzgüdən istifadə Reggio Emilia Güzgüdə yanaşması. istifadə hansı məqsədlə istifadə edilir? Yəni mənim uşaq orada özü əksini görsün, yəni özünü görsün. Məncə bu mənada istifadə edilə bilər. Aha, Özünü görmək. bəli, uşaq özünü müşahidə edir, özünü ifadə edir. Həm də ki, estetik mühit üçün. Necə? Güzgü otaqda işıq əks etdirir, uşaqda maraq yaradır, yaradıcılıq proseslərini müşahidə etmək üçün şərait yaradır, öz bədənini tanıma, duyğularını ifadə etmək üçün sosial əlaqələrdə mühüm rol oynayır. Aha, məsələn, burada mənim uşaqlar özləri qərar verə bilər. Burada birinci yerdə uşaq, ikinci yerdə müəllim, üçüncü yerdə isə mühit, yəni təbiət durur. Məsələn, bura ətraf aləm məşğələsini əsaslandıra bilərik, ayırd edə bilərik. Sonra müəllimə rəssamlıqdır, daha sonra çiçəklərdir, böcəklərdir, rəqsdir, musiqini də ayırd edə bilərik. Sonra uzun müddətli layihə deyiriksə, bu Reggio Emilia yanaşmasına aid ola bilər. Burada uşaq, böyük uşaq olar. Sonra xarici inkişaf etdirici mühiti bura aid edə bilərik. Əməkdaşlıq, qarşılıqlı öyrənməni bunlara aid edə bilərik Reggio Emilia yanaşması. Bəli, Piaget nəzəriyyəsinə əsasən hansı mərhələdə uşaqda dilin inkişafı, rollu oyunların təşkili əsas xüsusiyyət kimi götürülür? İlkin əməlidə də müəllim. Bəli, ilkin əməli. İlkin əməli mərhələdə olan egosentrizm nəyə deyilir? Müəllimə ilkin əməl mərhələ ilk öncə 2-7 yaşı əhatə edir və burada uşaqlar, yəni egosentrizm odur ki, yalnız özləri, yəni mən bacararam və yaxud görür ki, məsələn, uşaq cizgi filminə baxır, istəyir ki, hamı gəlsin o cizgi filminə baxsın. Ancaq öz fikirləri öndədir. Məsələn, yalnız özlərinə aid şeylər düşünürlər. Məsələn, monoloq tipli danışıq burada olur. Daha sonra egosentrizm düşünməsi, yəni ancaq öz fikirlərinin tək fikir olduğunu düşünürlər. Bura aiddir, sonra müəllimə. Bütün, yəni prosesin mərkəzində özlərini görürlər. Bəli. Sonra sentrasiya nədir, desentrasiya nədir? Sentrasiya odur ki, müəllimə, bu da elə egosentrizmə oxşayır, ancaq öz fikirləridir. Yəni ki, burada egosentrizmlə oxşayır, ancaq öz fikrini əsas tutur. Yəni başqalarının fikrini nəzərə almır. Amma desentrasiyada artıq başqalarının da fikrini nəzərə alır. Yəni kim nə desə, onu da yəni qulaq asır, onu da düşünür. Yəni bu da desentrasiyadır. Sensor mədəniyyət anlayışı kimin adı ilə bağlıdır? Sensor mədəniyyət Montessori'dir. O yəni sistematik məşq elətdirmək deməkdir və sensor mədəniyyət 3 yaşdan formalaşır. Montessori'nin adı ilə bağlı. Doğru. Bəs min dairəsində say təlimini kim hazırlayıb? Min dairəsində müəllimə Leyuşin idi. Xeyr, min dairəsində say.
Montessori idi mənim. Bəli, Montessori. Aha, Montessori. Uşaqlar geriyə doğru saymağı bacarır hansı Həmən mərhələdə? bacarırsa konkret, əgər bacarmırsa tutaq biz uşaqlara məsələn 5-6 yaşda onun dairəsində öyrədirik də. Onu artıq geriyə saya bilmirsə, bu ilkin əməli mərhələdir. Amma geriyə artıq saya bilirsə, bu da konkret əməli mərhələdir və konkret əməldə 7-11 yaşı əhatə edir. Effektiv rəy vermək, tapşırıq nümunəsi vermək, açar sözlər qeyd etmək. Bu dediklərim nəyə aiddir sizcə? Mərhələ olaraq müəllimə. Yox, ümumiyyətlə açar söz olaraq. Ümumi Nə, nəzəriyyələrdən söhbət gedir. necə bir də deyim müəllimə? Effektiv rəy vermək, mövzunu müxtəlif yollarla izah etmək, tapşırıq nümunəsi qeyd etmək, açar sözlər Aha. demək. Aha, müəllimə Vygotsky. Yəni bir növ dəstək verir uşaqlara, yol Bəli. göstərir, onlar özləri tapır cavabı. Yəni skaffoldinq qurmaq üçün Bəli, bir skaffolding. strategiya Məsələn, müəllimə var. uşaq ola bilər ki, hər hansı bir tapşırığı başa düşmür. Mən gedib onun yerinə o tapşırığı yazsam, deməli uşaq ikinci dəfə də yenə mənim köməyimə ehtiyac olacaq və o onu aktual zonaya keçə bilməyəcək. Yəni öyrənə bilməyəcək. Amma mən biraz yönləndirici sualdan istifadə eləsəm və yaxud da ki, mən öz səhvimi də burada anlaya bilərəm. Bəlkə mən çox çətin tapşırıq vermişəm uşağa, çox çətin sual vermişəm. Görürəm uşaq başa düşmür, yavaş-yavaş sadə dildə izah edərəm, yol göstərərəm. O özü məsələn o sualın cavabını tapacaq. Bu da olur yaxın inkişaf sonrası skaffold. Doğru. Təşəkkür edirəm Sağ cavablarınız. olun müəllim. Çox sağ olun. Müəllimlər, Zoom-un vaxtı bitir, artıq 39 dəqiqədir. 40 dəqiqədə bilirsiniz ki, bitir. İkinci linki atıram, qrupa daxil olun. Aysel müəllimə, sizdən başlayaq. Səs açın, zəhmət olmasa. Salam müəllimə, necəsiz? Yaxşıyam, siz necəsiz? Yaxşıyam mən də, sağ olun. Yaxşı olasınız. İnduksiya, deduksiya nəyə deyilir? Aha, induksiya, deduksiya idraki inkişafa aiddir. Mərhələ olaraq da Piaget'in induksiya konkret əməli mərhələyə, deduksiya da formal əməli mərhələdədir. İnduksiyada xüsusidən ümumiyə gedirik. Məsəl üçün deyirik ki, məsələn deyirik ki, lalə gözəl güldür. Ümumilikdə bütün güllər gözəldir. Bu da xüsusidən ümumiyə gedirəm. Amma ümumidən bir də var, ümumidən xüsusiyə gedirəm. Aha. Formal əməli mərhələnin xüsusiyyətləri nələrdir? Necə məmə? Üzr istəyirəm. Formal əməli mərhələnin xüsusiyyətləri nələrdir? Aha, formal əməli mərhələdə məsələn uşaqlar artıq din, siyasət barəsində, ictimai hadisələr haqqında danışa bilirlər. Xəyali düşünmə, beyində tez, yəni düşünmə baş verir, tənqidi təfəkkür inkişaf eləyir. Sonra qaydalara uyğun hərəkət edir uşaqlar, işlərini sistemli şəkildə qururlar, hipotetik düşünürlər. Doğru. Hipotetik düşüncə nəyə deyilir? Hipotetik düşüncə yazmışdım bir yerə. Beyində düşünməkdir müəllimə. Aha, yəni necə nümunə deyə bilərsiniz? Beyində düşünürlər. Yəni fikirlərində canlandırırlar da müəllimə. Aha. Doğru. Yəni uşaq belə deyək də faktlarla əsaslandırılmayan, müddəa fikir ehtimal olmayan bir şeylər haqqında düşünür. Bəli. Məsələn, ya bu belə olsaydı, əgər belə olsaydı necə olardı? Kimi sual. Bəli, oxşar fərqli cəhətləri bilirlər. Yəni tənqidi fikir, necə deyim, fikirləndi, yəni beynində fikirləşir ki, konkret əməldə o qədər inkişaf eləmir onlarda o yəni o düşüncə. Amma artıq formal əməldə belə Lordun desək, nəyin yaxşı, nəyin pis olduğunu uşaqlar daha yaxşı bilirlər. Doğru. Sonra deməli, Montessori yanaşması ilə Reggio Emilia yanaşmasının fərqli cəhətlərini izah edin.
Montessori ilə Montessori Piaget ilə eyni idilər. Ona görə ki, onlar idraki daha çox üstünlük verirdilər. Uşağın məsələn deyirlər ki, didaktik oyun zamanı daha çox inkişaf eləyir. Reggio Emilia dediniz də müəllimə. Reggio Emiliada isə sosiallıq daha çox idi. Yəni o yəni uşağın inkişafını necə deyim, Montessori deyir ki, uşaq oyun oynayarkən hamısında oyun var idi olmağına. Oyun oyun zamanı uşağın beyni daha çox inkişaf eləyir. Amma Reggio Emilia'da Vygotsky ilə fikirləri daha çox üst-üstə düşürdü. Onlar deyir ki, uşaq sosiallıqda, məsəl üçün başqası ilə ya valideyn, bir sinif yoldaşı olsun, dostu olsun, yəni sosiallıqda daha çox inkişaf eləyir uşaq. Yəni tək yox, əməkdaşlıq nəticəsində daha çox uşaqda inkişaf baş verir deyirdi. Ricci Emil yanaşmasında əməkdaşlığın vacib xüsusiyyətləri nələr idi? Reggio Emilia'nın anlamadım Öz müəllimə. sözlərinizlə Necə ki? ifadə edin. Əməkdaşlıq uşağa nə qazandıracaq? Məsələn, bircə quru üsulu da var idi. Açar söz olaraq yanınıza Hə, salın. hə. Məsələn, uşağın birinci növbədə belə deyim, sosiallığı, uşağın nitqi inkişaf etmiş ola bilər. Sonra əməkdaşlıqda sosial olur daha Qrup çox. işləri, layihələr. Bəli, qrup işlərində, layihələrdə iştirak eləyir. Sonra başqa uşaq orada belə bir şey var idi ki, məsələn Yeni deyir bir ki, təcrübə qazanır. Birlikdə hər hansısa bir problemin öhdəsindən gəlirlər. bəli, regionda belə bir şey var ki, bir də uşaq deyir, bir də böyük uşaq arasında deyir, sosial əlaqə deyir Model daha çox qurmaq güclənir lazımdır. yəni. Bəli, əməkdaşlıq yəni. Müəllim uşağın inkişaf səviyyəsinə uyğun yeni tapşırıq verir və tapşırığı yerinə yetirərkən ona ipucları göstərir. Hansı nəzəriyyəyə aiddir? Vygotsky scaffolding. Doğru. Sonra deməli, Montessori yanaşmasında sinif otağı, yəni mühit necə olmalıdır? Hansı vəsaitlərdən, hansı materiallardan istifadə etməliyik? Öyrədici, yəni daha çox Montessori didaktik oyunlara daha çox üstünlük verirdi. Oyuncaqlarla, Hansı sonra oyuncaqlardan məsələn? stolüstü oyuncaqlar daha çox, məsələn, didaktik oyunlarla bağlı uşağın əqli inkişafını daha çox inkişaf etdirən. Sonra Hı. Montessori'də məsələn zonalar var idi, səhv etmirəmsə 5 dənə zona var idi. Necə olmalıydı o zonalar? Birinci sırayla deməsəm bunları müəllimə, məsələn Bəli, var idi orada buyurun. uşağın nitqini inkişaf etdirmək üçün zonalar. Məsəl üçün bayaq dediyim kimi, məsələn bir necə deyim, stolüstü oyuncaqdır. Oyuncaqlarla oynayan zaman uşaqda dil inkişafına ola bilsin ki, hərflərlə məsələn hərflərdir, oyuncaq hərflər. O düzəldir. Artıq uşaqda həm oxu, biraz da yəni tam olmasa da məktəbə qədər də oxu yazı bacarıqlarına yəni hazırlanmış kimi olur, belə deyim. Riyaziyyat güşəsi var idi. O da məsəl üçün riyaziyyata aid, sadə riyaziyyat səhvlərə aid yəni oyuncaqlar. O da ən çox 4 yaşdan sonra sonra Bəli, sensor inkişaf üçün yəni oyun var. günlük yaşam, duyğu, riyaziyyat, kosmik təlim, nitqin inkişafı. Bunlar demək istəyirsiniz də? Bəli, sensor inkişaf zonası var idi, riyaziyyat idi, dil, hə. Gündəlik, bir də siz deyən kimi təbiətə aid zona. Uşağın yüz dili var ifadəsi nə deməkdir? Kimə aiddir? O Reggio Emilia'ya aiddir, Malaguzzi. Bəli, doğru. Nə deməkdir? Tam izah edə bilməyəcəm müəllimə. Yəni beynimdə belə bilirəm təxmin, amma yəni ifadə edə bilməyəcəm. Aha, mən deyim o Yəni zaman. hər şeydən yəni necə deyim, hər yolla fikrini çatdıra bilir belə, yəni. Yəni bu ifadə Loris Malaguzzi'nin bir məşhur şeiri var, oradan götürülüb. Uşağın yüz dili şeirindən götürülüb. Bu nə deməkdir? Uşaq yalnız
dili ilə deyil, müxtəlif vəsaitlərlə, vasitələrlə də bizə fikrini çatdıra bilər. Baxın, biz uşaqları psixoloqa aparan zaman orada psixoloq durub uşaqdan soruşmur sənin problemin nədir. Daha çox, məsələn, ağ vərəq verir, deyir bura bir şəkil çək. Və yaxud oyun terapiyasından istifadə edir. Baxır ki, uşaq oyun zamanı nə, hansı davranışları göstərir. Şəkil çəkən zaman uşaq hansı rənglərdən ifadə edir. Yəni bəzən uşaq öz fikrini, öz düşüncəsini nitqi ilə deyil, hər hansısa bir oyun zamanı rəsmlə, musiqi ilə, hərəkətlə, suallar verməklə də fikrini bizə çatdıra bilər. Yəni hər bir uşaq fərqlidir. Hər uşaq özünü başqa cür ifadə edir. Hər uşağın emosional ifadəsi öyrənmə üsulu müxtəlif olduğu üçün özlərini ifadə etməsi də fərqli olur. Yəni onların yüz dili var. Yüz vəsaitlərlə, vasitələrlə bizə fikirlərini çatdıra bilər. Anladım müəllimə, çox sağ olun. Aha, sonra deməli, yaş qrupu necə olurdu Emilyada? 4 ay, 3 yaş, 3-6 yaş səhv etmirəmsə. 4 ay, 3 yaş, 3-6 yaş, bəli. Sensomotor mərhələnin xüsusiyyətləri nələrdir? Əsas aparıcı fəaliyyət burada nədir? Hiss üzvləri vasitəsilə Piaget 0-2 yaşı əhatə eləyir. Hiss üzvləri vasitəsilə uşaqlarda, məsələn, uşaq dünyanı görmə, eşitmə ilə, hərəkətlə, tutma ilə, yəni belə deyim, ilkin reflekslərlə öyrənir. Aha, doğru. Əşya manipulyasiv fəaliyyəti sensomotor mərhələdə əsas fəaliyyət növlərindən biridir. Monoloq tipli danışıq hansı mərhələyə aiddir? Monoloq ilkin əməli mərhələyə aiddir. Nə deməkdir bu? İlkin əməlikdə hansı filmsə. Monoloq yəni tək bir adamın danışığıdır da. Yəni uşaq öz-özünə danışır, bəli. Uşaq öz-özünə danışır, bəli. Təşəkkür edirəm cavablarınız üçün. Siz də sağ olun müəllimə. Buyurun. Şüfa müəllimə, səs açın zəhmət olmasa. Axşamınız xeyir olsun müəllim. Hər vaxtınız xeyir. Aha, deməli, siz mənə izah edin. Montessoridə uşaqlarda hansı bacarıqlar formalaşdırılır onlar? Montessoridə uşaqların fərdi xüsusiyyətləri ortaya çıxır. Uşaq ətraf aləmlə birgə öyrənir. Ətraf aləmlə sonra bir qrupda fərqli yaşlı uşaqlar olur. Kiçik uşaqlar böyüklərdən öyrənir. Böyük uşaqlar isə kiçiklər üçün rol model olur. Aha. Sonra uşaqların elə ki, nədən xoşu gəlib gəlməyəcəkləri öyrədilir. Sonra 0-3-6 yaş şüurlu, şüursuz mənimsəmə dövrü olur. Deməkdir bu şuursuz, şuurlu mənimsəmə izah Şüursuz edin. mənimsəmə, yəni qeyri-ixtiyari olur. Şüurlu mənimsəmə isə 3-6 yaşında artıq etdiklərini dərk edərək, bilərək edirlər. Ancaq 0-3-də qeyri-ixtiyari olur deməli. Doğru. Sonra uşağın liderlik bacarıqları dedik ki, Montessori yanaşmasındadır. Bu nə Bəli. deməkdir? Liderlik bacarığını önə çıxartmaq üçün nə etməlidir müəllim? Liderlik, öyrənmə liderlik bacarığında elə bil ki, necə izah edeyim müəllimə? Uşaqların elə bil ki, məsələn, oyun oynarkən uşaqlar özü seçməlidir də lider olmağı. Hansı uşaq lider olmağını uşaqlar özü seçməlidir. Yəni daha fəal, daha aktiv. Aha. Yəni uşaqlar öyrənərkən onların xüsusiyyətləri, fərdi xüsusiyyətləri ortaya çıxır. Liderlik bacarığı ortaya çıxır. Sonra metodunda sinif otağı necə olmalıdır? Valdorf metodunda sinif otağı taxtaya daha çox üstünlük verirlər. Sonra təbiət qoynunda daha çox vaxt keçirirlər. Təbiətlə təmasda olurlar. Aha, ev mühiti kimi rahat olmalıdır. Yəni, burada texnologiya kənarda qalır. Onsuz da deyirdi ki, birinci sinifdə öyrənəcəklər. Texnologiyaya üstünlük verilmirdi. Söz azadlığı var idi uşaqlarda. Sadə Humanist ideyalar oyuncaqlar. var idi. Bəli, sadə Uşaq oyuncaqlar da səhv olmalı. deyirdi ki, uşaq səhv edərkən öyrənməlidir. Sərbəstlik verilməlidir uşaqlara. Doğru.
Təbiət üçüncü müəllimdir. Hansı yanaşmaya aiddir? Emiliya, Emiliya deyildi müəllim o. Bəli. Flowchart nəyə deyilir? Flowchart elə bil ki, blok sxemdir də, əməkdaşlıq blok sxemdir. Aha. Qovluq kimidir də müəllim uşaqların Bəli, portfolioya bənzədirik biz onu. uşaqların sənədləri yığılmaq üçün. İnkişaf layihəsi hazırlanır. Əməkdaşlığın vacibliyinin səbəbi nədir rejimliyə təlimində? Biz deyirik ki, Kollek- rejimliyə təlimində əməkdaşlıq əsas prinsip sayılır. Bəs bunun xüsusiyyətləri nələrdir, səbəbləri nələrdir? Yəni uşaqlar əməkdaşlıq etməyi bacarmalıdır. Uşaqlar daim ünsiyyətdə olurlar, sosial olurlar, öz problemlərinin öhdəsindən gəlirlər, kollektivdə işləməyə bacarırlar. Yəni uşaqlar əsl vətəndaş kimi böyüyür də. Bəli, uşaq bir-birindən öyrənir, bir-birlərinin düşüncələrini paylaşırlar, dialoq qurmaq, bir-birini dinləmək, müzakirə mədəniyyəti, ünsiyyət mədəniyyəti formalaşır, sosial bacarıqları Sosial inkişaf edir. konstruktivizm olur, ətraf aləmlə öyrənir də müəllimə belə. Həmçinin qrup işində uşağın fikrini kimsə qəbul edəndə uşaq özü dəyərli hiss edir. Komanda üzvü kimi görülməsi uşağın özünəmini də artırır. Və layihə əsaslı öyrənmə üçün də əsas xüsusiyyətlərdən biridir. Güzgülərdən Çünki Emiliya istifadə metodunda edilir. uzun müddətli layihələr olur. Yəni uşaq bir işi məsəl üçün görürsə, onu tam başa çatdıra bilmirsə, hətta ona həftələrlə, günlərlə vaxt verilir ki, uşaq onu sərbəst öyrənsin. 4 ay, 3 yaş, 3-6 yaş olmaqla fərdi qruplara bölünürdü. Burada güzgülərdən istifadə edilirdi. Sensorlu masa Emiliya yanaşmasına, nəzəriyyəsinə aid idi. Doğru. Burada da müəllim fasilitator rolunu oynayırdı. Yəni uşaqlar hər yerdə öyrənə bilər. Doğru. Belə deyim. Assimilasiya, akkomodasiya nəyə deyilir? Assimilasiya mənimsəmə idi müəllimə. Akkomodasiya da elə bil ki, assimilasiya mənimsəmə idi, akkomodasiya da uyğunlaşma idi deyəsən. Nümunə izah edə bilərsiniz? Məsələn, akkomodasiya elə bil planşeti nəyisə, əşyaları bir-birinə bənzədirdi. Planşetlə televizoru fərqləndirə bilir. Yəni yeni bir sxem fikirləşirdi də müəllimə. Doğru, əla. Sonra deməli, sonra Piaget nəzəriyyəsində nə üçün Piaget qeyd edirdi ki, uşaq aktiv şəkildə özü öyrənsin? Piaget deyirdi ki, uşaq araşdıraraq özü öyrənməlidir. Əgər kimsə ona müdaxilə edərsə, o həmişə çətinlik çəkəcək. Amma özü öyrənərkən daha yaxşı dərk edir onu. Sərbəst öyrənməlidir. Kömək lazım deyil. Ancaq Vygotsky də onun əksinə deyirdi. Doğru, əla. Sonra deməli, Waldorf yanaşmasının əsas xüsusiyyəti nədir? Waldorf yanaşmasında məsuliyyətli olmalı idi uşaq. Dürüstlük və təxəyyülün inkişafı üstünlük təşkil edirdi. Sonra təbiət materiallarından istifadə edilirdilər. Əl işləri düzəldirdilər taxtalardan. Aha, başqa nə deyə bilərsiniz bəs? Uşağın elə bir şəxsi inkişafı dəstəklənirdi. Doğru. Təlim uşağı nəyi düşünməsinə deyil, onun nələri Necə düşünməsinə necə istiqamətlənməlidir. düşünməsi. Bəs üç necə təməl ünsürü nə idi Waldorf məktəbinin? Ruhun tərbiyəsi, dürüstlük və təxəyyülün inkişafı, bir də məsuliyyətlilik. Əla, bununla da yekunlaşdırırıq. Təşəkkür edirəm cavablarınız üçün. Siz sağ olun müəllimə. Müəllimlər, bugünlük bu qədər. 5-ci gün isə yeni mövzu izah edəcəm. Həmçinin 5-ci gündə sizə təkrar mövzular soruşacağam. Hansı mövzuları təkrar soruşacamsa, həmin mövzuların adını WhatsApp qrupunda qeyd edəcəm və PDF-lər göndərəcəm. İştirakınız üçün təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Çox sağ olun. Çox sağ Buyurun, olun. başlayın.